Yeni bir ildən hamınızı salamlayıram. Ümid edirəm ki, 2026 hər birimizə uğurlu və düşərli olar. Bəlkə də bir çoxunuz artıq vision boardlarınızı hazırlamışsınız və yaxud da bir çoxunuz da yanvarın ilk həftəsini gözləyirdiniz mənim kimi. Deməli, təkcə düzəltmək yox, düzəltdikdən sonra bunların həyatımızda real olmağı üçün, həqiqətən işə düşməyi üçün nə etmək lazımdır? Bugün sizə bir-bir onları izah edəcəm. Ona görə çayınızı, kafenizi götürün, gəlin videoya baxmağa. Bu mənim 2025 tablomdur. Bunun üstündə nələr olub, nələr olmayıb, birinci onları sizə danışım. Daha sonra keçirik yeni vision boardumuzda nələr edəcəyik, onları göstərməyə. İlk öncə, belə necə dayanıb bilmirəm, bunun üzərində bir çox şey gerçəkləşib. Məsələn, bura qoyduğum adla qız şəkli təsadüfən eynisini çəkdirmişəm. Əgər alınsa buralara qoyacağam. Daha sonra məzun oldum həqiqətən də. Ev şəkilləri qoymuşam nə qədər, amma bu olmadı təbii ki də. Çünki bu il mümkün deyil idi. Studiyada şəkil çəkdirən qız qoymuşam. Bu da gerçək olub. Ad günümdə studiya çəkiliş elədik. Fatimə ilə bir yerdə. Düşünürəm ki, həqiqətən işini çox yaxşı bacaran bir fotoqrafçıdır. Daha sonra burada makyaj seti qoymuşam. Bu il mənə bir çox yerdən makyaj seti PR box olaraq hədiyyələr gəldi. Daha sonra üzü ilə bağlı 3-4 dənə şəkil qoymuşam və onların üstünə X çəkmişdim, yəni ani bir əsəblə. Amma yəni düşünmürdüm ki, biz bu il nişan, həri və s. belə bir şeylər eləyərik. Çox ani bir şəkildə ailə tanışlığı oldu dekabrda. İndi artıq yeni ilə girmiş sayılırıq. Hərimiz bu ilə düşür. Amma ilk addımı da atmışıq. Üzü olmasa da düşünürəm ki, bunun bir 50% olub. Pilates və s. var. Başlaya bilməmişəm hələ. Bu il başlayacağam. 100% başlayacağam yəni. Amma evdə eləyirdim. Daha sonra dişlə bağlı, dişlərimə braket taxdırmasam da ön dişlərimi düzəltdirdim. Düzü, tam ürəyimcə olmadı. Sonra bura belə parlaq saçlar qoymuşam. Məni bilənlər bilir, keçmişdən bir səhvə düşüb saçlarımı sarı rəngə boyamışdım. Ondan sonra o qədər əziyyət çəkdim, heç cür təbiiliyinə qayıtmırdı. Bu il artıq saç bakımları, saçımı kəstirmək və s. artıq təbii bir formada özü uzanır. Bu da gerçəkləşmiş sayılır. Bura təbiətdə meditasiya edən qız qoymuşam. Bu yayda cəmi 5 rayon gəzmişəm. Hər birinin təbiəti, havası o qədər gözəl və təmiz idi ki, meditasiyalarda eləyə bilmişəm. Mənim ruhuma çox gözəl gəldi. Bu da gerçək oldu. Ayrıca burada ağ bir dənə pişik var. Təsadüf mü deyim buna, ya nə mi deyim? Mənim canım rəfiqəm var, Aysel, bir çoxunuz tanıyırsınız. Mənə ad günümdə öz pişiyinin yeni doğulmuş balası, hərçə 3 aylıq idi, ad günündə mənə sürpriz elədi. Heç gözləmirdim həqiqətən. Ağ rəngdədir o pişik. Milk adı. Instagramda paylaşıram arada. Və bura buz pateni qoymuşam. Bilənlər bilir, mənim buz pateninə və buz pateninə konki deyirlərdi ona və at sürməyə qarşı xüsusi sevgim var. Bu il buz patenindən mənə əməkdaşlıq təklif gəldi. Bu da gerçək oldu. Maşın var. Maşın gerçək olmadı, amma yenə də bu ildə yapışdıracağam. Başqa nə qoymuşam? Burada qızlarla yemək bişirmək qoymuşam. Bu yay qızlarla bir yerdə Qubaya tətilə getdik. Bir yerdə yemək hazırladıq, əyləndik, gəzdik. Çox maraqlı oldu. Və mənim üçün ən əsas şey bilirsiniz nədir? Mən bu il dost itirmədim. Çox şükür, ya Rabbim. 2026-da da inşallah. Ümumiyyətlə düşünürəm ki, artıq dost itirəcəyim bir il deyil. Həyatımda elə insanlar qalıb ki, hal-hazırda tam güvəndiyim, tam mənim qəlbimə və ruhuma yaxın olan gözəl dostlar var. İtirdiklərim zaten itirmək deyil idi. Onlar bir dərs idi, oldu, bitdi. Yəni belə, dost baxımından da gözəldir. Hər şey qaydasında. Bura 111K takipçi yazmışam, bu olmadı. Doğrudan çətin imiş takipçi yığmaq, mən onu bilmirdim, artıq öyrəndim. Bu il hədəfim biraz daha aşağı,
Amma olacaq, bilirəm. O da olacaq. Yəni belə. Demək olar ki, bir çoxu real olub, olmayanlar da düşünürəm ki, xeyirlisi ya da onlar üçün çalışmamışam. Doğrusunu desək, bəli. İnsan öz canında da olmalıdır. Bu vision board'un hardasa bir 60% gerçək olub, 40% yox. Və mən artıq yeni öyrəndiyim biliklərə əsasən vision board əslində necə düzəltmək lazımdır, necə işləyir, bunları yeni öyrənmişəm və düşünürəm ki, 2026-cı ilə hazırlayacağım vision board daha çox, yəni bir 90%-in olacağına inanıram. Deməli, nə edirik dostlar? Alırıq qarşımıza vision boardumuzun lövhəsini, vərəqini, bəlkə dəftərə düzəldirsiniz, fərqi yoxdur. Xəyallarımızın şəkillərini çıxardırıq. Mən bu il nə etmişəm? Keçən ildən fərqli olaraq bu il bir çox şəkli, məsələn, baxın burada podcast kanalı xəyalım var. Orada mən bunu internetlə düzəltmişəm. Bu mənəm, yəni Gemini ilə düzəltmişəm. Gemini ilə bir çox şəkillər düzəltmişəm. Düşünün, nə var idi düzəltdiklərimdən? Prava var. Pravaya öz ad soyadımı və s. yazmışam. Sanki gerçəkmiş kimi düzəltmişəm. Əlimdən gələn qədər düzəldə bildiklərimi şəxsiləşdirmişəm. Bu daha yaxşı beyinə siqnal ötürən və o enerjini yaradan bir şeydir. Bacardığınız qədər şəxsiləşdirin. Pinterestdən götürdüyünüz şəkillərdə isə çalışın ki, oradakı obrazın üzü çox görünməsin. Məsələn, saçı görünə bilər. Saçının rəngini də öz saç rəngini seçin. Mən məsəl üçün orada istədiyim xəyalda şəkil bir dənə sarı, arxadan saçları sarı görünən qızın şəkli vardı, vəssalam. Götürdüm o şəkli atdım Geminiyə, onun saçlarını öz saç rəngimə çevirdim. Zaten arxadan üzü görünmür də. Əşya almaq istəyirsiniz, onu şəxsləşdirməyə ehtiyac yoxdur. Həmin əşyanın şəklini yapışdıra bilərsiniz. Kəsdiniz, biçdiniz, yapışdırdınız, düzdür. Mən hələ düzəltməmişəm, bugün düzəldəcəm. Düzəldəndən sonra paylaşıram, bəlkə düzəldə də bir video paylaşdım. İndi nə edirik? Əsas məsələ. Okey, biz vision boardlarımızı hazırladıq, şəkilləri yapışdırdıq. Qalır elə bir küncdə. Uzaq başı gündə bir dəfə onu görürük ya görmürük. Və belə bir möcüzə gözləyirik ki, bu öz-özünə gerçək olsun. Yox, təbii ki də. Bu halda dediyim kimi 40-50% reallaşa bilir. Biz bunu həyatımıza tətbiq etməli, yəni hərəkətə keçməliyik. Xəyallarımızı beynimizə bildiririk ki, mən bunu istəyirəm, mən bunu istəyirəm və s. O kainata o enerjini ötürdük, istəyirəm. Amma istəməklə qalmırıq, nə edirik? Bunu belə deyim, mən bir yerdə görmüşəm. Doktor Joe Dispenza'nın etdirdiyi bir texnikadır. Nə edirik? Hər gün bir dənə şəkil seçirik oradan. Tutaq ki, kameranı seçirəm. Burada kamera seçirəm. Bunu seçdim. Bu kameraya aid şəxsi afirmasiyamı yaradıram. Afirmasiya nədir? Eşitmiş olarsınız türklərdə olumlamalar var. Məsəl üçün, mən özümə dəyər verirəm və özümü olduğum kimi qəbul edirəm. Hal-hazırda var olmuş kimi cümlələr qururuq yəni. Amma mənim sizə məsləhətim nədir? Tutaq ki, gedib araşdırmayın, kameraya görə hansı afirmasiyanı yarada bilərəm. Bundansa öz şəxsi afirmasiya cümlənizi qurmağı öyrənin. Necə? Götürürsünüz bir vərəq, baxırsınız bir şəklə, məsəl üçün puldan danışaq. Pul sizin üçün hansı mənaya gəlir? Rahatlıq, güvən, xoşbəxtlik, düzdür? Mənim pulum getdikcə artır və bu mənə rahatlıq, xoşbəxtlik, güvən hissi yaradır. Bu məndə bu hissləri yaradır. Və yaxud da mənim pulum artdıqca mən belə oluram. Mənim pulum artmağa davam edir. Buna görə də güvənim, rahatlığım, xoşbəxtliyim artır. Öz cümlənizi yaratdınız. O şəklə baxıb bu cümləni 3-4 dəfə təkrar elədiniz, düzdür? Daha sonra gözünüzü yumursunuz 2 dəqiqə, 1 dəqiqə də olar. Oraya yapışdırdığınız şeyin real olduğunu hiss edərək gözünüzdə canlandırırsınız. Buna da vizuallaşdırma deyilir. Amma vizuallaşdırmada bir şey diqqət edin. Özünüzə kənardan baxmayın. Özünüz olaraq onu görün. Yəni, bir var, məsəl üçün, yuxular olur, qıraqdan özünüzü görürsünüz, sanki izləyirsiniz. Bir də var, həmin insanın özüsünüz, gördüyünüz şeyləri görürsünüz, əlinizi, qolunuzu, ayağınızı, amma özünüzü görmürsünüz də, düzdür, gözlərlə görürsünüz, real həyatdakı kimi. Gözünüzü yumursunuz,
Məsələn, özünüzü o fit bədəndə, o telefona sahib, o işə sahib olan halda görüb həmin anın hisslərini yaşayırsınız. Bədənə o hissi keçirtmək beyinə avtomatik o siqnalları ötürür. Sən bunu bacara bilərsən və bu artıq möcüzənin özüdür ki, həmin qapılar sizə açılmağa başlayır. Çünki bizim arzularımızı həyata keçirdə bilməyimiz üçün bizə tək əngəl olan şey şüuraltımızdakı düşüncələrdir. Birdən alınmaz, birdən bu mənə uyğun deyil və s. və ilaxır. O qədər mənfi düşüncələr var ki, pulla bağlı, sevgi ilə bağlı, onların hər birini aşa bilmək üçün siz özünüzü bunlara layiq görməlisiniz. Daha sonra gözünüzü yumursunuz, onu yaşamış kimi görüb o hissi keçirdirsiniz. Bədən titrəyə bilər, gözünüzdən yaşlar axa bilər, sevinə bilərsiniz, üşüyə bilərsiniz, istilik gələ bilər. Bunların hamısı çox normaldır. Deməli, məncə artıq hər şey aydındır. Şəxsiləşdirdiyiniz vision boardunuza xəyallarınızı yapışdırırsınız. Daha sonra hər gün həmin vision boarddan bir istəyinizə afirmasiya yaradıb onu təkrar edirsiniz içdən inanaraq və 2 dəqiqə, 3 dəqiqə onu gözünüzə canlandırıb var olmuş kimi hiss edirsiniz. Və salam, bu qədər. Daha sonra da təbii ki də çalışqanlığınız sizi gözləyir, amma ultra dərəcədə əziyyət çəkməyəcəksiniz. Çünki artıq sizin xəritəniz bəllidir. Bu sadəcə xəyal tablosu deyil. Bu sizin xəritənizdir, yol xəritəniz. Belə düşünün, bu olmalıdır mütləq. Harda elədiyinizin bir önəmi yoxdur. Məncə hər şey aydındır. Hər birinizin xəyallarının gerçək olmasını diləyirəm və məni Instagramda izləməyi də unutmayın. Instagram səhifəmi bura əlavə edirəm. Orada gündəlik storylər, paylaşımlar və s. edirəm. Buradan daha çox aktivəm, yəni. Gəlin məni orada da izləyin. Suallarınız olarsa da bu yorumlara yazın. Mən bir-bir cavablandıracağım. Sağ olun. Abunə olmağı və videonu bəyənməyi unutmayın.